Mən Murad, 1-ci qrup 10-cu sinif şagirdi. Bugün sizinlə bir yerdə 2024-cü il tarixindəki qəbul imtahanının sualına baxacağıq. Deməli, bizə verilib alkadein. Alkadeinin formulu CnH2-2-dir və deyir ki, bunun yanmasında, yandıqda üzərinə O2 gəlirik. Alınır CO2 plus su. Deməli, bunları düşürük. Burada 2-dən verdiyi üçün eləcək n çıxılsın 1. Burada düşürük 3n çıx 1 böl 2. İndi bizə deyir ki, deməli, CO2-nin deməli, mol miqdarı n plus 1-dir. Onda n-imiz, bunların hər birinə xışdırıq verəcəyik. Deməli, n xışdırıqımız olacaq n plus 1 və bizə deyir ki, H2O-nun mol miqdarını istəyir. H2O-nun mol miqdarı n xışdırıq çıx 1-dir. Əvəzləyirik n plus 1 çıx 1. Bunlar gedir, yerdə qalan n olur.